Sağlam Radioda hər səhər sağlam ruh, sağlam bədən haqqında danışırıq. Sabahınız xeyir olsun əziz dinləyicilər. Hər gün əlbəttə ki yeni bir başlanğıcdır bəzilərimiz üçün. Bugün istirahətin başlanğıcı hesab olunur, həftə sonudur. Bəziləri üçün artıq ana olmağa doğru atılan bir addımın davamıdır. Biz isə bu səhəri sizinlə Sağlam Radio 93 FM-də Sağlam Səhər proqramında qarşılayırıq. Deyirlər ki, ana olmaq bir qərar deyil, bir möcüzəyə şahidlikdir, amma bu möcüzənin baş verməsi üçün də bəzən görünməyən təhlükələrlə mübarizə aparmalı oluruq və mübarizə aparmaq lazım gəlir. Biz bu qiymətli səssizliyi qorumağı, hamilə qadınların sağlamlığını və doğulacaq körpələrin rifahını da təmin etməyə bacarmalıyıq. Çünki hamiləlikdə keçici saydığımız kiçik bir infeksiya bəzən uzun müddətli bir problemə çevrilə bilər. Bu səbəbdən bugünkü efirimizdə mama ginekoloqu Aygün Məmmədova ilə birgə hamiləlik və infeksiyalardan danışacaq. Infeksiyaların riski, profilaktikası, müalicəsi kimi vacib məsələlərə toxunacaq. Sabahınız xeyir olsun Aygün xanım, xoş gəlmisiniz. Sabahınız xeyir, xoş gördük. Təşəkkür edirik Aygün xanım. Dostlar, yeri gəlmişkən proqram ərzində siz də suallarınızı bizimlə bölüşə bilərsiniz. Unutmayın ki, sağlamana sağlam bir nəsil deməkdir. Bizim WhatsApp nömrəmiz 05593 490 93-dür. Odur ki, vaxt itirmədən suallarınızı yazın. Birbaşa Aygün xanıma suallarınızı ünvanlaya bilərsiniz. Aygün xanım, hamiləlikdən danışmışkən ilk öncə istərdim ki, daha doğrusu öncəliklə hamiləlikdən əvvəl hansı müayinələr olunmalıdır və hamilə qadın körpəsini, özünün sağlamlığını qorumaq üçün hamiləlik zamanı hansı infeksiyon müayinələrdən keçməlidir? Ümumiyyətlə planlı şəkildə olan hamiləliklər hamiləliyin gedişində daha uğurlu nəticələr əldə etməyə imkan verir. Qadın hamiləlik planlayırsa, hamiləlikdən əvvəl bir sıra müayinələrdən keçməsi tövsiyə olunur. Bura təməl kliniki müayinələr daxildir və eyni zamanda da müəyyən infeksiyon profilinin qiymətləndirilməsi daxil olur. Biz hamiləlikdən əvvəl və hamiləliyin ilk 3 ayında qadın məsləhətxanasına müraciət zamanı rutin infeksiyon profilimiz var ki, bunların müayinə olunmasını tövsiyə edirik. Bura hepatit B, C virusları, sifilis, insan immun çaşmamazlığı virusu və məxmərə infeksiyası aiddir. Məxmərə infeksiyasına qarşı yoxlanılma hamiləlikdən əvvəl planlı hamiləlik zamanı şiddətlə tövsiyə olunur. Çünki bunun üçün peyvənd mövcuddur. Əgər qadın məxmərə infeksiyası ilə xəstələnməmişdirsə, onun hamiləlik dövründə yoluxmaq ehtimalı yüksək olduğu üçün və döl üçün müxtəlif fəsadların əmələ gəlməsinə səbəb olduğu üçün məxmərəyə qarşı peyvənd olunması tövsiyə olunur. Peyvənddən sonra 3 ay müddətində hamiləlik planlaşdırılmır, sonra isə rahat şəkildə hamiləlik planlaşdırıla bilər. Hansı həftələrdə ümumiyyətlə infeksiyalarla bağlı analizlər verilməlidir, müayinə aparılmalıdır? İlk növbədə hamiləlik artıq qadın hamilədirsə, hamiləlik aşkar olunduqda qadın məsləhətxanasına müraciət məsləhət görülür. İlk müraciətimiz 12 həftəyə qədər olmalıdır mütləq şəkildə və hamiləliyin ilk 12 həftəsinə qədər müraciətdə yenə protokolumuza uyğun olaraq hepatit B və C virusları, insan immun çaşmamazlığı virusu, sifilis, məxmərəyə qarşı müayinələr aparılır. Bundan əlavə, əgər qadının hər hansı bir şikayəti varsa və yaxud da ki, anamnestik bir məlumatı varsa, əlavə infeksiyalara qarşı da, həkimin şübhələndiyi infeksiyalara qarşı da müayinə aparıla bilər. İnfeksiyalardan danışmışkən, Aygün xanım, infeksiyalar özləri hansı yolla yoluxa bilərlər? İnfeksiyaları yoluxma yolu müxtəlifdir. Bu infeksiyanın tipindən asılıdır. Hava damcı yolu ilə, qan yolu ilə, yəni burada anaya yoluxmasından söhbət gedir ilk növbədə. Kontakt yolu ilə, cinsi yolla infeksiyalar yoluxa bilər. Müayinələr zamanı, belə deyək də, əgər hamilədə, hamilə xanımda hansı infeksiya aşkarlanıbsa, bu zaman hansı halda stasionar, hansı halda artıq ambulator rejimdə müalicə təyin olunur? Əgər müayinələr nəticəsində infeksiya aşkarladıqsa, bu müalicənin tipi, növü və harda keçiriləcəyi infeksiyanın ağırlıq dərəcəsindən, qadının ümumi vəziyyətindən asılıdır.
Əgər əlamətlər kəskin şəkildə büruzə aşkar olunub, büruzə verirsə özünü, məsələn, yüksək hərarəti varsa və yaxud da ki, hər hansı bir ağırlaşdırıcı yanışı xəstəliyi varsa qadının, bu zaman əlbəttə ki, stasionar müalicə tövsiyə olunur. Qadın qospitalizasiya olunur. Əgər simptomlar yüngüldürsə, yenə xəstəliyin tipindən asılıdır bu, hansı infeksiyanın aşkar olunmasından asılıdır. Evdən yaxın təqiblə müalicə də tövsiyə olunur. Bəs hamiləliyin birinci trimestrində infeksiya aşkarlanırsa, müalicə periodu necə aparılmalıdır? Əgər birinci trimestrdə biz infeksiyanı aşkarladıqsa, burada yenə təkrar edəcəm, infeksiyanın növü çox önəmlidir. Çünki hamiləliyin sonrakı gedişi, müalicə taktikası sırf buna bağlıdır. Bəzi infeksiyalar ilk trimestr embriogenez müddəti olduğu üçün, dölün orqanları formalaşdığı üçün bir qədər həssas bir perioddur, yəni digər trimestrlərlə müqayisədə və bəzi infeksiyalar isə teratogen effektə malik olur. Yəni dölə hər hansı bir qalıcı anomaliyanın əmələ gəlməsinə, hər hansı bir bətin daxili inkişaf üsulu ilə doğulmasına bəzən səbəb ola bilər. Bu zaman bəli, müalicə taktikası, hamiləliyin sonrakı gedişi artıq infeksiya növünə görə qərar verilir. Adətən dərman müalicəsi və bu zamanda yenə dəyərləndirilir. Hamiləliyə uyğun, hamiləlik zamanı istifadəsi mümkün olan dərmanlara üstünlük verilir. İstifadə olunaraq infeksiyalar müalicə olunur. Təşəkkür edirəm Aygün xanım. Dostlar, bizim əlaqə nömrəmiz 055 93 490 93-dür. Bizim WhatsApp nömrəmizdir. Yazıb suallarınızı ünvanlaya bilərsiniz. Çünki ana olmağa hazırlaşan bir qadının zehnində təkcə belə deyə də ad seçimi olmur. Bəzən bir narahatlıq da onu düşündürə bilər. Bu sualların cavabını isə siz sağlam sərdə eşidə biləcəksiniz. Qısa bir reklam fasiləmiz olacaq dostlar. Reklam fasiləsinin ardınca ölkədə və dünyada tibb sahəsində baş verən ən son yeniliklərdən xəbərdar olmaq şansınız var. Ardınca gözəl musiqi və efrimizə qaldığımız yerdən davam edəcək. Diqqətiniz bizdə olsun. Dalğanı dəyişməyin. 93 FM-də qalın. Sağlam səhərdə sağlam həyatın dadını tapın. Qayıtdıq və yenə də Sağlam Radio 93 FM-dəyik dostlar. Biz bu səhər hamiləliyin görünməyən təhlükələrindən danışırıq, infeksiyalardan. Bizə bugün mama ginekoloq Aygün Məmmədova danışır. Sualınız varsa 055 93 490 93 bizim WhatsApp nömrəmizdə odur ki, siz suallarınızı yazıb göndərə bilərsiniz. Aygün xanım, anamnezində dilim dolaşdı. Hansı infeksiyalar keçirmiş qadına daha dərin müalicə taktikası icra olunur? Hamiləliyin gedişində, qadının müayinəsində anamnez çox böyük rol oynayır. Anamnestik məlumatlarla, dəqiq düzgün verilmiş anamnestik məlumatlarla çox vaxtında müdaxilə etməklə hamiləliyin gedişatını dəyişə bilirik. Daha ağır və daha bir qədər fəsadlı infeksiyalardan, hansına ki biz daha çox diqqət yetirməliyik, anamnezdə vərəm keçirmiş qadınlara, qazanılmış immun çaşamazlıq sindromu ilə mübarizə aparan qadınlara, eyni zamanda siflis, hepatit B, C infeksiyaları olan anamnestik məlumatlarda qadınlara xüsusilə diqqət yetirilir və ehtiyac olduqda qospitalizasiya olunub, yəni stasionara yatış olunub, müalicələri davam etdirilir. Bu siflisdir, məxmərə idi və yaxud da hepatit B idi, biz əvvəl də danışdıq, amma hamiləliyin 12-ci həftəsinə qədər yoxlanılan həmin bu hepatit B, siflis, məxmərə daha sonra 34-36-cı həftələrdə yenidən müayinə olunur. Bəli, təkrar müayinələri bunların vacibdir. Çünki bu infeksiyalarla qadın hamiləlik müddətində də yoluxa bilər və onların testlərdə pozitiv çıxması üçün 6 aylıq, 5-6 aylıq bir pəncərə periodu vardır. Yəni ilk müraciət zamanı neqativ nəticə əldə oluna bilər, lakin sonrakı müddətdə ola bilər ki, yoluxsun. Yoluxmuş ola bilər və müsbət nəticə təkrar müayinələr zamanı əldə oluna bilər. Buna görə təkrar müayinələr mütləqdir və rutin müayinələrimizə daxildir. Bəs hepatit B və məxmərəyə qarşı vaksin olunmayıbsa və yaxud da peyvənd olunsa da hazırda immuniteti zəif olan qadınlara belədir, hamiləlik planlaşdırmamışdan öncə peyvənd oluna bilərmi? Tövsiyə olunurmu? Ümumiyyətlə desəm, peyvənd tibbin bir möcüzəsidir. Və şiddətlə tövsiyə edirik peyvəndləmə proqramına əməl olunmasını.
Və əgər qadın məxməri infeksiyası keçirməmişdirsə və ya da ki, analiz nəticəsində keçirib qandakı titri immun sisteminə bağlı olaraq daha azdırsa, bu zaman əlbəttə ki, peyvənd tövsiyə olunur. Burada risk qrupuna daxil olan qadınlara ümumiyyətlə şiddətlə tövsiyə edirik ki, həm hepatit B-yə görə və məxməriyə görə. Məsələn, məxməriyə görə risk qrupunda olan qadınlar məktəb və bağçalarda işləyən qadınlardır, uşaq kollektivlərində yaxından təmasda olan qadınlardır. Hepatit B-yə görə isə tibbi personal, həkimlər, tibb bacıları risk qrupuna daxildirlər və hamiləlikdən 3 ay öncə peyvənd almaları tövsiyə olunur. Bəs əgər qan analizində hepatit B aşkarlanan bir hamilə xanım varsa, ilk olaraq ona hansı müayinələr təyin edilir? Bu zaman daha geniş virusun təsir edə biləcəyi, virusun trop olduğu orqanın müayinələrindən sınaqlarını keçirdirik ilk növbədə və digər təməl müayinələrimizi həyata keçirdirik və buna uyğun olaraq da bəzən digər ixtisas həkimlərinin də tövsiyələrinə ehtiyacımız olur və xəstəni, pasiyenti, hamilə qadını onlara konsultasiyaya göndəririk. Bəs hamiləlik dövründə HIV infeksiyası aşkarlansa hansı məqamlar nəzarətə götürülməlidir? Hamiləlik dövründə HIV infeksiyası aşkarlandığı zaman bu qadınlara xüsusilə diqqət yetiririk. Bu qadınlar nəzarətə götürülür və bu xəstəliklə mübarizə mərkəzimiz fəaliyyət göstərir. Həmin mərkəzə yönləndirilirlər və ən tez zamanda, qısa zamanda onlar üçün antiretroviral terapiya başlanılır virus əleyhinə. Hamiləlik dövründə rahatlıqla qəbul edib övladlarını sağlam şəkildə dünyaya gətirə bilirlər. Yəni mümkündür HIV infeksiyasına yoluxan bir xanım sağlam sonlandıra bilər hamiləliyi. Bəli. Sağlam şəkildə övladlarını dünyaya gətirirlər. Təşəkkür edirəm Aygün xanım. Dostlar, siz də yazın suallarınızı 055 93 490 93 bizim WhatsApp nömrəmizdə, amma bilirəm ki, sizi həm də həkimlərin sertifikasiya imtahanı ilə bağlı suallar narahat edir və həmin sualları, onların cavablarını bizim efrimizdə eşitmək şansınız var. Həkimin görmə qabiliyyəti zəif olduqda o imtahanı necə keçməlidir? Sertifikasiya imtahanlarında tibbçiləri eynəklərindən rahat şəkildə istifadə edə bilər. Eyni zamanda imtahan zalları böyüdücü şüşələrlə, lupalarla da təchiz edilib. İmtahan iştirakçıları imtahan nəzarətçilərinə müraciət edərək onlardan rahat şəkildə istifadə edə bilərlər. Sağlam səhərlə sağlam qalın. Sağlam səhər. Sağlamlıq üçün lazım olan hər şey. Efrimizə qaldığımız yerdən davam edirik dostlar. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Səssiz təhlükələrə qarşı maariflənmək üçün siz bugün ən doğru ünvandasınız. Sağlam səhər verilişində studiyada mama ginekoloq Aygün Məmmədova ilə hamiləlikdə infeksiyalar mövzusunu daha dərindən araşdırırıq dostlar və fasilədən öncə hamiləlikdə HIV infeksiyasından danışdıq. Hepatit B aşkarlanan hamiləyə ilk olaraq hansı müayinələr təyin edilir? Bu haqqda danışdıq və əsas məsələlərdən biri də Aygün xanım, infeksiyalar doğuş prosesinə necə təsir edir? İnfeksiyalar doğuşun gedişinə və doğuş üsulunun seçilməsinə təsir göstərə bilər. Doğuş üsulumuz təbii və keysəriyyə yolu ilə hamiləliyi sonlandırmaq qərarı verməkdən söhbət gedir. Bəzi infeksiyalar zamanı təbii doğuş əks göstəriş olur və bu zaman hamiləliyi keysəriyyə ilə başa çatdırmağa məcbur oluruq. Məsələn, aktiv herpetik səpkiləri varsa genital bölgədə, çox saylı iri ölçülü kandilomalar varsa, bu zaman biz keysəriyyə ilə doğuşu məsləhət görürük. Çünki doğuş yollarından keçən zaman bu dölün yoluxmasının qarşısını alır. Və digər tərəfdən isə doğuşa qədər çalışırıq ki, əlbəttə müalicəmizi başa çatdıraq və infeksion faktoru aradan götürmüş olaq. Çünki həm bətindaxili dövrdə, həm də yəni vertikal olaraq infeksion amil
döldən anadan dölə yoluxa bilər və həmçinin də bu təbii doğuş prosesində döl doğuş yollarından keçən zaman kontakt yolu ilə anadan dölə yoluxa bilər. Əgər belə deyək də təcili bir hal baş vermirsə, xəstəxanaya çata bilməyən, daha doğrusu baş veribsə, xəstəxanaya çata bilməyən ev infeksiyalı hamilə qadın evdə və yolda normal doğuşla körpəsini dünyaya gətirirsə, yeni doğulmuşun sağlamlığında təhlükə yaranırmı? Onlar yəni artıq heç bir kömək eləyə bilmiriksə, bəli, təbii yolla doğuş edə bilirlər. Lakin bu zaman yeni doğulmuş nəzarətə götürülür və onlara ehtiyac olduqda antivirus terapiyası başlanılır ki, infeksiyala yoluxmasınlar. Bəs hansı hallarda keysəriyyə göstəriş var? Adətən HIV daşıyıcısı olan qadınların planlı şəkildə hamiləliklərinin keysəriyyə yolu ilə sonlandırılması tövsiyə olunur. Ümumiyyətlə infeksiyalı hamilələrin belə deyək də keysəriyyə əməliyyatı digər cərrahi doğuşlardan çoxmu fərqlənir və ya nə ilə fərqlənir? Burada adətən əməliyyatın texnikasında fərq yoxdur. Eyni keysəriyyə əməliyyatı icra olunur. Lakin tibbi personalın hazırlığı və infeksiyanın yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilir. Siz də yazın dostlar, 05593 490 93 bizim WhatsApp nömrəmizdə suallarınızı yazıb göndərə bilərsiniz. Odur ki, vaxt itirməyin. Ümumiyyətlə, əgər qadında hamiləlik zamanı aşkarlanan hansı infeksiyalar ana südü ilə qidalanmaya təsir edə bilər? Çünki bu belə deyim də hamilə bir xanımı ən çox düşündürən, narahat edən suallardan biridir. Bəli, bu sualla hamilələr tez-tez bizə müraciət edirlər və yaxud da ki, yeni ana olmuş zahı qadınlar narahatçılıq keçirirlər. Ki, birdən övladıma Bəli, mən məsələn adi bir qrip infeksiyası ilə xəstələnirlər. Mən övladımı südlə döşləmizdirə bilərəmmi, davam edə bilərəmmi? Hamiləlikdən sonra yalnızca HIV infeksiyasına yoluxmuş qadınlara tövsiyə olunur ki, yeni doğulmuşu döşlə əmizdirməsinlər və vərəmin aktiv formasında. Əgər aktiv açıq formalı vərəm xəstəliyi ilə hal-hazırda qadın xəstədirsə, bu zaman əks göstəriş deyil də sadəcə uşaqla birbaşa əlaqə, nəfəs yolları ilə ötürülmə riski yüksək olduğu üçün bu əlaqənin minimuma endirilməsi məqsədi ilə və yaxud da ki, qadın vərəm əleyhinə müalicə alırsa, bu zaman məhdudlaşdırılır döşlə əmizdirmə. Lakin sonradan bərpa oluna bilər. Qadın əgər artıq müalicə alıb vərəmdən sağalıbsa, anamnezində vərəm varsa, olubsa, bu döşlə əmizdirməyə heç bir əks göstəriş deyil. Çünki vərəmika bakteriyaları südlə dölə keçmir, uşağa keçmir. Cinsi yolla hansı infeksiyalara yoluxa bilər bəs? Cinsi yolla yoluxan infeksiyalar çox adda infeksiyalar var. Bunlar həm viral, həm bakterial infeksiyalar ola bilər. Hepatit B, C virusları, insan immun çaşmamazlığı virusu, sifilis, gonoreya, xlamidiya, trixomonalar, bunlar cinsi yolla yoluxan infeksiyaların arasında yer alırlar. Əgər belə deyim də, qadında hamiləlik zamanı aşkarlanan infeksiyadan yanaşı, daha doğrusu hamilədə cinsi yolla yoluxan infeksiya aşkarlanıbsa, partnyor da müayinədən keçib müalicə olunmalıdırmı? Deməli, adı üstündədir bunun, cinsi yolla yoluxan infeksiya. Deməli, hər iki partnyorda bu infeksiya mövcuddur. Mütləq şəkildə hamilədə cinsi yolla yoluxan infeksiya aşkar etdiyimiz zaman partnyorunun müalicəyə cəlb olunması məsləhət görülür və bu qadının yenidən yoluxmasının qarşısını alır. Təkrar yoluxma. Təşəkkür edirəm Aygün xanım. Dostlar, faydalı bir söhbət edirik, amma qısa bir fasiləmizin zamanıdır. Reklamdan sonra Aygün xanım yenə də hamiləlikdən çox rast gəlinən infeksiyaları, onların qarşısının alınma yollarını izah edəcək. 93 FM-dən ayrılmayın. Diqqətiniz bizdə olsun dostlar. Sağlam səhərdə sağlam həyatın dadını tapın. Sağlam həyatın dadını da tapmaq üçün doğru qərarlar vermək lazımdır. Doğru qərarı vermək üçün də bilgi lazımdır, maariflənmək lazımdır. Odur ki, 93 FM-də Sağlam Səhərdə, 93 FM-də siz doğru ünvandasınız dostlar. Suallarınız varsa yazın, cavablarını elə Aygün xanım sizə efirdən bildirəcək. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Aygün xanım, əslində biz müxtəlif infeksiyalara yoluxmuş, belə deyim, hamilə xanımlara
necə diqqət olunmasını, müayinənin necə aparılmasından danışdıq. İstərdim ki, sifilisə yoluxmuş qadına nəzarət necə olur, o haqqda danışaq. Əgər müayinə nəticəsində hamilə qadında sifilis aşkarlanırsa, bu zamanda qadın nəzarətə götürülür və dəri-zöhrəvi dispanserləri mövcuddur. Onlarla birgə qadına mütləq şəkildə gecikmədən müalicə başlanmalıdır. Çünki sifilisdə potensial təhlükəli infeksiyalar qrupuna daxil olunur. Çünki yeni doğulmuşa təsir göstərir. Müalicə olunmasa təhlükələr yaradır. Əlbəttə ki, müalicə olunmasa döl üçün, doğulacaq körpə üçün müəyyən risklər daşıyır. Buna görə qadın nəzarətə götürülür, müvafiq müalicəsi başlanılır və mütləq şəkildə də cinsi partnyor müalicəyə cəlb olunur. Bəs hansı urogenital infeksiyalar hamiləlik zamanı risk faktorları yarada bilər? Urogenital infeksiyalardan xlamidiya, gonoreya, mikoplazma, ureoplazma bunlar özlərini çox müxtəlif şəkildə apara bilirlər hamiləlik dövründə. Çünki hamiləlik özü fizioloji immunsuppressiya vəziyyətidir. İmmunitetimiz təbiət tərəfindən aşağı düşür hamiləlik periodunda və bu infeksiyalar bəzən özlərini şərti patogen kimi, bəzən isə artıq patogen kimi, yəni xəstəlik törədə biləcək şəkildə özlərini aparırlar hamiləlik dövründə. Buna görə də buna uyğun olaraq da hamilə qadın müvafiq şikayətlərlə, fiziologik şikayətlərlə müraciət edir bizə. Bu vaginal axıntı ola bilər, sidik ifrazının çətinləşməsi, ağrılı sidik ifrazı ola bilər və bu zamanda lazımi müayinələr aparırıq diaqnostika üçün, hansı infeksiyanın olduğunu aşkarlamaq üçün və müvafiq dərmanlardan istifadə edərək terapiyaya başlayırıq. Bakterial vaginoz və hamiləliklə bağlı nələri qeyd edə bilərsiniz Aygül xanım? Bakterial vaginoz hamiləlik zamanı tez-tez təsadüf etdiyimiz bir klinik haldır. Spesifik törədicisi yoxdur. Qarışıq bir törədici qrupuna malikdir bakterial vaginoz. Vaxtından əvvəl doğuşlara, düryanın müəyyən vaxtından əvvəl axmasına, dölün bətndaxil infeksiyalaşmasına səbəb ola bilir. Lakin vaxtında aşkarlandığı zaman çox asanlıqla müalicə olunur və asanlıqla hamilələrə tövsiyəm ondan ibarətdir ki, şikayətləri olduğu zaman müalicə həkimini vaxtında məlumatlandırsınlar. Çox yüngül bir müalicə ilə asan müalicə olunan bir xəstəliyi aradan qaldırmaqla ağır fəsadların qarşısını asanlıqla ala bilirik. Bunun üçün də mütləq şəkildə həkimlərini məlumatlandırmalıdırlar. Məlumatlandırmalıdırlar. Traxomoniyaz zamanı, doğru mu dedim bilmirəm o ifadəni, siz düzəldərsiniz. Hamilələr nə etməlidir? Əlbəttə ki, hamilələr sırf infeksiyanın adını qoyub həkimə müraciət edə bilmirlər. Bəli, təbii. Bəli. Onlar müvafiq şikayətlərlə əlamətlər çoxlu olmalıdır. miqdarda, bəli, məsələn, vaginal axıntılarla ən çox bu şikayət qadını vadar edir həkimə müraciət etməyə. Müayinə zamanı və əlbəttə ki, laborator təsdiqdən sonra biz trixomoniyaza qarşı müvafiq müalicəni başlayırıq və uğurlu nəticələr əldə olunur. Ola bilirmi ki, bəzi xəstəliklər simptomsuz gedişata malik olur bu hamiləlik dövründə? Bəli, təəssüf ki, infeksiyaların əksəriyyəti siz dediyiniz kimi səssiz gedişə malik olur və hamilə qadınlar bəzən sadəcə artıq kliniki simptomlar kəskinləşdikdən sonra onun fərqinə varırlar. Bunları da aşkar eləmək üçün latent fazada, yəni o səssiz dövrdə onları aşkara çıxartmaq üçün rutin müayinə protokoluna əməl eləmək lazımdır. Həkimin dediyi vaxtda xəstəxanaya, qadın məsləhətxanasına müraciət edib analizlərdən keçmək lazımdır. Sağlam səhər davam edir dostlar, amma sağlam səhər, sağlam musiqisiz olmaz əlbəttə ki. Efirdən ayrılmırsınız dostlar. Bir neçə dəqiqəlik musiqi fasiləmiz olacaq, ardınca reklamlar olacaq, daha sonra yenidən efirdə olacaq. Diqqətiniz bizdə olsun, dalğanı dəyişməyin. Çünki sağlam səhərdə maraqlı, faydalı bir söhbət müzakirə edirik və sizi də dəvət edirik ki, bizim müzakirəmizə qoşulasınız. Sağlam səhərdə sağlam həyatın dadını tapın. Siz də qoşulun efirimizə dostlar. Bugün mama ginekoloq Aygün Məmmədova ilə hamiləlik və infeksiyalar haqqında danışırıq. Suallarınızı yazıb göndərə bilərsiniz. Aygün xanım, biz bayaqdan hamilə xanımlarda infeksiyadan danışırıq. Həkimə vaxtında müraciət etmək, həkim məlumatlandırmaq. Bir məsələ də var. Əgər hamiləlik zamanı qadında infeksiya aşkarlanıbsa, ginekoloqla yanaşı hansı mütəxəssislə birlikdə bir müalicə taktikası təyin olunmalıdır?
İnfeksiyanı aşkarladığımız zaman infeksiyanın tipindən asılı olaraq müştərək müalicə protokolları tətbiq oluna bilər. Bu infeksiyanın təsir elədiyi, həssas olduğu orqanlardan asılıdır. Məsələn, əgər hamilədə hepatit virusları aşkar olunubsa, bu zaman mütləq şəkildə infeksionistə və hepatoloq, gastroenteroloq ixtisasından olan həkimlərlə birgə hamiləliyi davam etdiririk. Ümumi götürsək, daha çox ehtiyacımız olur, məsələn, hepatoloqa, infeksionistə mütləq şəkildə, pulmonoloqa. Bu zaman ümumi bir taktika seçərək hamiləliyi sağlam şəkildə başa vururuq. İnfeksiya yoluxmuş hamiləyə bəs antibiotik müalicəsi təyin oluna bilərmi? Əlbəttə ki, mütləq şəkildə infeksiyaların müalicəsində antibiotiklər və bu törədicinin tipindən asılıdır. Əgər bakterial infeksiya aşkarlanmışıqsa antibiotiklərdən, viral infeksiya aşkarlanmışıqsa virus əleyhinə olan preparatlardan istifadə olunur. Bu zaman seçim müvafiq dərmanın hamiləyə verdiyi xeyir və dölə verdiyi zərərin müqayisəsindən ibarətdir. Verdiyi xeyir daha çox olan dərmanlara üstünlük verilir. Bəs infeksiyalı hamilələr üçün hansı hallarda izolyasiya tədbirləri görülməlidir? Əgər qadın kəskin infeksion proseslə müraciət etmişdirsə, klinik əlamətlər çox şiddətlidirsə, biz onu mütləq şəkildə stasionara qəbul etməliyik və bu zaman xəstəxanalarda xüsusi bokslar, otaqlar mövcuddur ki, bu hamilə qadınlar və ya da gizah qadınlar digər pasiyentlərlə əlaqəsi minimuma endirilir və öz otaqlarında rahat şəkildə müalicələrini alıb tamamlaya bilirlər. Hamilələr üçün təhlükəli daha çox virus infeksiyalardır, yoxsa bakterial infeksiyalardır, Aygün xanım? Bunlar arasında seçim etmək düzgün olmazdı. Ağır və ya da ki, yüngül olan viral infeksiyalar və eyni zamanda bakterial infeksiyalar da mövcuddur. Yəni demək olmaz ki, hansı daha güclü və hansı daha çox yan təsirləri var. Bəli. Sitomegalovirus infeksiyasının hamiləlik zamanı bütün hamilələrdə yoxlanılması da vacibdirmi? Sitomegalovirus infeksiyası hal-hazırda bizim rutin protokolumuzda yoxdur, yoxlanılması. Rutin olaraq tətbiq olunmur. Yalnız hamilədə müvafiq onun törədə biləcəyi fəsadlar barədə bir şikayət olduqda, döldə hər hansı bir anomaliyanı aşkar etdikdə sitomegalovirusa qarşı müayinə aparılır və aşkarlandıqda isə müvafiq müalicə seçilərək tətbiq olunur. Dostlar, siz Sağlam Radio 93 FM-də Sağlam Səhər proqramındasınız. Studiyamızın qonağı mama ginekoloq Aygün Məmmədova ilə hamiləlikdə infeksiyaların görünən və görünməyən tərəflərindən danışırıq. Diqqətiniz bizdə olsun. Suallarınız varsa suallarınızı yazın bizim WhatsApp nömrəmizə göndərə bilərsiniz. Bir dinləyicimiz soruşur ki, Aygün xanım, qrip hansı həftələrdə hamiləlik üçün təhlükə yarada bilər? Qrip infeksiyası dedikdə influenza virusunu nəzərdə tuturuq əlbəttə ki və hamiləliyin hər 3 trimestri üçün əlbəttə ki müəyyən bir təhlükəsi vardır. Lakin xüsusi olaraq ilk trimestrdə hamiləliyin 12 həftəsinə qədər biraz daha həssas yanaşmalıyıq bu məsələyə. Dölün formalaşma periodu olduğuna görə hamiləliyin inkişafdan qalmasına və yaxud da ki hər hansı bir bətindaxili qüsurların formalaşmasına səbəb ola bilər. Əgər siz də hazırdan olmağa hazırlaşırsınızsa ya da bu mövzu sizi düşündürürsə, bu efir tam da sizin üçündür, dostlar. Diqqətiniz bizdə olsun, qısa fasilədən sonra yenidən buradayıq. Sağlam səhərlə sağlam qalın. Efirimiz davam edir dostlar. Bugün qonağımız mama ginekoloq Aygün Məmmədovadır və hamiləlik infeksiyaları haqqında danışırıq. Siz də qalan zamanımızı belə deyək, daha da dəyərləndirin. Suallarınız varsa ana olmağa hazırlaşın. Əsl niyyətimiz belə deyim, ana olmağa hazırlaşan xanımları qorxutmaq deyil, amma deyir tədbir görmək də, yəni bu hamiləlik müddətini də boşlamaq, hamiləlik xəstəlik deyil, çox xəfif yanaşmaq da doğru bir yanaşma deyil. Daha həssas yanaşılsa məncə daha da yaxşı olar. Odur ki, siz də vaxt itirmədən suallarınızı yazıb göndərə bilərsiniz. Bir dinləyicimiz soruşur ki, Aygün xanım, hamilələrdə infeksiyanın qandan yoxlanılması daha əlverişlidir, yoxsa yaxmadan yoxlanılması? Hamiləlik zamanı
əlbəttə ki, həm qandan, həm də yaxmadan infeksion amillərin yoxlanılması həyata keçirilir. İnfeksiyanın növündən asılı olaraq bəzi infeksiyalar var ki, bunları qanda analiz edib aşkarlamaq mümkün olur, yaxmada aşkarlamaq mümkün olmur. Bəziləri vardır ki, qanda aşkarlamaq mümkün deyil. Onları mütləq şəkildə yaxmada aşkarlamalıyıq. Başqa bir dinləyicimiz soruşur ki, keçirilmiş infeksiyadan nə qədər müddət sonra hamilə qalmaq məsləhət görülür? Bu da baxırmı hansı infeksiya olduğuna? Bəli, infeksiyanın növünə və keçirilmiş xəstəliyin ağırlıq dərəcəsindən əlbəttə ki, bu asılıdır. Hansı orqan və sistemlərimizə təsir göstərməsindən asılıdır. Adətən hər hansı bir infeksion xəstəliyi keçirilibsə və qadın buna qarşı müalicə alıbsa, ortalama 3-6 ay sonra hamiləlik planlaşdırılması tövsiyə olunur. Ümumiyyətlə, hamiləlikdə keçirilən infeksiyalar qadınlarda hansı psixoloji və emosional narahatlıqlar yarada bilər? Bu çox həssas bir perioddur, hamiləlik periodu və xanımlarımız doğacaq körpənin sağlamlığı haqqında çox narahatçılıqlar keçirirlər. Qrip infeksiyası məsələn tuta bilər və çox narahat edici suallar yaranır ki, körpəmə təsir edə bilərmi, edə bilərsə nə olar və bu onları gərginləşdirir. Lakin hamilə qadınlara, ana olmağa hazırlaşan xanımlarımıza tövsiyə etmək istəyirəm ki, həkiminizə güvənin. Siz sadəcə şikayətlərinizlə vaxtında həkimə müraciət edin. Evdə keçər deyib, özüm müalicə edərəm deyib, hər hansı bir tədbirlər görməyin və bu emosional gərginlik, onların sinir sisteminə təsir etməsi əlavə olaraq hamiləliyin gedişinə problemlər yarada bilir. Bəzən isə həmin infeksion amildən daha ciddi problemlərə səbəb ola bilər. Ona görə sakit olsunlar, hər hansı bir narahatçılıqları, şikayətlər olduğu zaman həkimlərə müraciət etsinlər. Dostlar, siz də suallarınızı yazın. Çox az bir zamanımız qalıb, amma öncəsində həkimlərin sertifikasiya imtahanı ilə bağlı sizi narahat edən suallar varsa, həmin sualları və cavabları bizim efirimizdən eşitmək şansınız var, dostlar. Həkimin görmə qabiliyyəti zəif olduqda o imtahanı necə keçməlidir? Sertifikasiya imtahanlarında tibbçiləri eynəklərindən rahat şəkildə istifadə edə bilər. Eyni zamanda imtahan zalları böyüdücü şüşələrlə, lupalarla da təchiz edilib. İmtahan iştirakçıları imtahan nəzarətçilərinə müraciət edərək onlardan rahat şəkildə istifadə edə bilərlər. Sağlam səhər, sağlamlığa aparan yol xəritəmiz. Bəzən bir sualın cavabı musiqidən sonra daha aydın eşidilir və bir neçə dəqiqəlik musiqi fasiləsindən sonra yenidən efirdəyik. Dostlar, siz də suallarınızı yazın və cavabını da elə dəqiqliklə, aydınlıqla məhz 93 FM-dən eşidə bilərsiniz. Bugün efirimizdə mama ginekoloq Aygün Məmmədovadır və onunla hamiləlik infeksiyaları haqqında danışırıq. İnfeksiyalardan danışmışkən Aygün xanım, taksoplazma infeksiyasının rutin olaraq müayinəsi nə dərəcədə önəmlidir? Taksoplazmada hamiləlik dövründə rast gəlinməsi təhlükəli infeksiyalar qrupundandır. Xoşagəlməz haldır və lakin müalicəsi mövcuddur əlbəttə ki. Sadəcə rutin skrininqə daxil deyil. Yəni qadın məsləhətxanasına müraciət zamanı biz hamiləlik müddətində taksoplazmanın rutin olaraq şikayətlər olmadıqda yoxlamırıq. Taksoplazma infeksiyası aşkarlanan qadın bəs ana südü ilə qidalandırma edə bilərmi? Bəli, onun döşləmizdirməyə heç bir əks göstərişi yoxdur. Südlə yeni doğulmuşa yoluxmur, rahat şəkildə körpələrini ana südü ilə qidalandıra bilərlər. Əslində dəfələrlə həkimlər desələr də bunu, amma yenə də anaların ürəyində bir narahatlıq yaranır, risk eləmirlər ana südü ilə qidalandırmağa. Bəli, lakin ana südünün faydalarını bir qədər araşdırsalar, o haqqında çox demirəm, yəni bir az da olsa məlumat toplasalar, körpələri üçün nə qədər möcüzəvi bir qida olduğunu anlayarlar və həkimə etibar edərək həkimin təlimatına uyğun davrana bilərlər rahatlıqla. Ağciyərlərin infeksion zədələnmələrinə hansı infeksiyalar daha çox təsir edir? Daha çox elə tez-tez rast gəldiyimiz və kəskin respirator virus infeksiyaları adı altında birləşdirdiyimiz yuxarı tənəffüs yollarının infeksiyaları bir qədər uzun müddət davam etdikdə və yaxud da ki, immun defisiti olan qadınlarda ağciyərlərin zədələnməsinə səbəb ola bilər. Lakin bir qədər daha ciddi qəbul etdiyimiz
və ağciyərlərin zədələnməsinə səbəb olan vərəm infeksiyasıdır. Vərəm xəstəliyi keçirmiş bir qadın hamilə qala bilərmi? Əlbəttə ki, anamnezində vərəm xəstəliyi keçirmiş, lakin buna qarşı müalicəsini almış və hal-hazırda praktiki sağlam hesab olunan qadın rahatlıqla hamilə qalıb sağlam hamiləlik keçirə bilər. Aygül xanım, ümumiyyətlə immunitetin güclənməsi üçün belə deyək də, hamiləlikdən öncə və hamiləlik zamanı nələrə diqqət edilməlidir? İmmunitetimiz üçün ümumiyyətlə, yəni əlbəttə hamiləlikdən əvvəl də diqqət göstərməliyik. Çünki bir qədər öncə qeyd etdiyim kimi hamiləlik özü fizioloji olaraq immun sistemin bir qədər zəif işlədiyi bir perioddur. Bu hamiləliyin davam etməsi üçün vacibdir. İmmuniteti necə gücləndirmək olar? Əlbəttə ilk növbədə açıq havada gəzmək. Bu həm hamilə qadınlara, həm də hamiləlik planlaşdıran qadınlara tövsiyə olunur və qidalanmalarına xüsusilə diqqət etmək, daha təbii qidalardan istifadə etmək, paket qidalardan uzaq durmaqla immun sistemin işini yaxşılaşdıra bilərlər. Mövsüm meyvələrindən istifadə etmək və fiziki aktivlik. Əlbəttə ki, əgər qadın hamiləlikdən öncə idmanla məşğul olmamışdırsa, hamiləlik dövründə kəskin və ağır idmanla başlamaq qətiyyən tövsiyə olunmur. İnfeksiyanın ümumiyyətlə müalicəsində qan yudurtma prosesinin bir əhəmiyyəti varmı? Qan yudurtma, bilirsiniz, bu biraz mübahisəli məsələdir və ciddi göstəriş olmadıqca, həkim tövsiyəsi, yenə deyirəm, ciddi göstəriş olmadıqca bu proseduru öz başına icra etmək qətiyyən olmaz. Dinləyicilərimizin sualları var, istərdim onları səsləndirək. 0914 nömrəli dinləyicimiz yazır ki, mən hamiləlik planlaşdırıram, amma əvvəllər sidik yolları infeksiyaları çox olmuşam, bu gələcəkdə problem yarada bilərmi? Təəssüf ki, hamiləlik dövründə sidik yolları infeksiyalarına rast gəlmə tezliyi bir qədər artır. Bu da yenə də hamiləliyin fiziologiyası ilə əlaqəlidir. Sidik yollarında durğunluq yaranır. Lakin əvvəllər sidik yolu infeksiyası keçirtmək o demək deyil ki, hamiləlik dövründə də daimi bu problemlə üzləşəcəklər. Çox rahat şəkildə sidik yolları infeksiyaları müalicəyə tabe olur və yaxından nəzarətlə bu problem aradan qaldırılıb sağlam hamiləlik başa çatdırıla bilər. Hamiləlikdə keçirdiyim yüngül herpes infeksiyası uşağın sinir sisteminə təsir edə bilərmi? 44-24 nömrəli dinləyicimiz soruşur. Herpes infeksiyası deməli müxtəlif tipləri vardır. Burada hamiləlik üçün diqqət etdiyimiz, diqqət ayırdığımız genital herpesdən söhbət gedir. İlk dəfə hamiləlik dövründə yoluxmuşdursa və qadın müalicə almamışdırsa, bu dövləbətin daxili mənfi təsirini göstərə bilər. Lakin qadın müalicə almışdırsa, əlbəttə ki, dövlə təsir ehtimalı minimuma endirilir bu zaman. Yox, əgər hamiləlikdən öncə də qadında herpes infeksiyası ilə xəstələnmə müşahidə olunmuşdursa, bu zaman dövlə heç bir təsiri müşahidə olunmur. 38-21 nömrəli dinləyicimiz yazır ki, mənim autoimmun xəstəliyim var, ona görə də tez-tez xəstələnirəm. Hamiləlik zamanı infeksiyalardan necə qoruna bilərəm? Hamiləlik zamanı infeksiyalardan qorunmaq tədbirləri kimi hamilələrə gündəlik rahat bir rejimə əməl etmələri tövsiyə olunur və ən əsas da insanın sıxlığı olan məkanlardan uzaq durmaları tövsiyə olunur. Yemək və yatmaq rejiminə ciddi əməl etmək, təmiz havada gəzmək tövsiyə olunur. Siz də yazın dostlar, suallarınızı göndərin. Daha bir dinləyicimizin sualı var ki, hamiləliyin çox əvvəlində, yəni daha ürək döyüntüləri yeni başladığı bir vaxtda 38-39 dərəcə qızdırma körpənin inkişafına necə təsir edə bilər? Hamiləliyin lap erkən dövrlərində adətən bu kliniki hallar dölün inkişafına təsir göstərmir. Lakin davam edərsə, davamlı olarsa, hər hansı bir təsirə hamiləliyin erkən həftələrdə inkişafdan qalmasına bəzən təsir göstərə bilir. Bəli. Başqa bir dinləyicimiz soruşur ki, 3 dəfə ardıcıl erkən dövrdə düşük yaşamışam, infeksiya ilə bağlı testlər mənə fayda verə bilərmi? İnfeksiya ilə bağlı rutin müayinə protokolunu icra edə bilər. Əlavə bir şikayəti yoxdursa, başqa bir profilləri araşdırılmalıdır. Çox təşəkkür edirəm Aygül xanım. Biz çalışdıq ki, dinləyicilərimizin də suallarının hər birini səsləndirək, çünki mövzumuz olduqca aktualdır və anılmağa hazırlaşan, ələxüsus da hamilə xanımların hər birini maraqlandıran suallardan biridir. Çalışdıq ki, həm risklərə, həm bu infeksiyalardan qorunma yolları barədə danışaq.
danışaq, amma sonda istərdim ki, belə deyim, analığı planlaşdıran, hamiləlik planlaşdıran, amma həm də qorxan bir belə deyək də, xanıma hər dəfə risklə doludur, hər tərəf daha doğrusu risklə doludur. Bəlkə heç ana olmamalıyam deyən bir pasiyentə deyək, bir xanıma deyək, nə cavab verərdiniz? Yəni nəyi bilməsi vacibdir, nədən çəkinməsi vacibdir? Bu sualı verən, belə narahatçılığı olan hamilələrə, qadınlara məsləhət görərdim ki, qorxmasınlar. Tibb çox inkişaf etmişdir və çox geniş müalicə üsulları mövcuddur. Hamiləliyi bir risk kimi, bir patologiya kimi qəbul etməsinlər. Lakin hamiləlik normal haldır, fizioloji haldır deyib də bəli, nəzarətsiz qalmasınlar. Həkimin tövsiyəsinə uyğun olaraq mövcud hamiləlik təqibi proqramına ayaq uydursalar, əməl etsələr, sağlam bir hamiləlik keçirdib körpələrini sağ-salamat qucaqlarına ala bilərlər çox rahatlıqla. Çox təşəkkür edirəm Aygün xanım. Mən təşəkkür edirəm Qumru xanım. Çox minnətdaram. Bu gün biz mama ginekoloq Aygün Məmmədova ilə hamiləlikdə infeksiyaların doğuracağı risklər və onlardan qorunmanın daha doğrusu yollarını müzakirə etdik. Çünki sağlamlıq yalnız bu gün üçün deyil, gələcəyin özüdür. Sevdiyim məşhur bir yazıcı Gabriel Garcia Marquez'in belə bir ifadəsi var ki, həyat insanın doğulduğu gündən başlamır, həyat bir ana onu sevməyə başladığı anda başlayır. Bəlkə də bugünkü efirimiz hansısa bir ananın içindəki qorxuları azaltmaq, suallarını cavablandırmaq, bəlkə də gələcək körpənin sağlam doğulmasına kiçik bir töhfə vermək üçündür. Sağlam səhər verilişində bizimlə olduğunuz üçün hər birinizə təşəkkür edirik dostlar və bugünlük bu həftəlik sonuncu efirimiz idi. Hər birinizə həftə sonu xoş istirahətlər arzu edir. Həftənin bazar ertəsi yenidən eyni saatda eşidilmək ümidi ilə özünüzdən müğayət olun.